Salam ərz eləyəm əziz dostlara. Bu videomda bitedad nişanə və dumadları təfsir eləyəcəyəm. Əvvəlin təsvirdə polomnəma varımızdır. Polomnəmanın öz içində ənval olmaz, bəlkə ətrafında bir gizlin casaza işarə eləyər. Casazı ki həmrəngə səxrə və kamilən istitar şudə olar. Pəs polomnəmanı görcəyin, lazımdır ki ətraf səxrələrdən tez seda alaq və hər yerdə boşluq səsi versə, o nöqtəni sındıraq. Buradakı polomnəmanın da casazı düz öz altındaymış ki açılıbdır. Behtərin yolu ki təşxis verə billuq təraşeyi ki bu səbkidə səxrədə icad olunubdur, aya özü casazdır, ya inki polomnəmadır. Odur ki əgər təraşe özü casaz olsa, pəs mütməindən yanında təsbiti nişanəsi də olacaq. Əgər təsbiti nişanə olmasa, billuq ki bu polomnəmadır və gələk ətrafında əsli polombun axtarayın. İkinci təsvirdə bir saf daşı dik daşın üstündə görüyoruz. Bu model daşlar bir mühitin şahısəsi olaylar. Bərayın ki pey aparaq şahısəmiz ərzişli hədəf üçün qurulubdur. Gələk ətrafın dəqiqən bərrəsi eləyək. Çün əgər dəfinə ya məqbərə şahısəsi olsa, hətmən əlayimi təkmili və təsbitisi də olacaq. Çox nadir məvariddə görsənər ki bu daşlar hədəfin düz öz altında verərlər. Bu daşa baxcayın, düzdür şayət hamımız fikr eləyən ki bu bir dənə şahısədir, vəli təcrübə üzüylə deyəm ki bu bir dənə amil zəminşinasidir və təbii halətdə əmələ gəlibdir. Çün əgər diqqət eləsöz, görəcəksiniz ki altındakı dik daşın cinsi rusubudur və şenomasədən cürranıbdır. Bu mühit kollən rusub qozarıymış, murur zamanda fərzayiş və yağış təvəssütü ilə rusublar yuyulub gediblər və fəqət bu daşın altındakı rusubat qalıblar ki, fişarə bu daş və şəraitə xastə zəminşinasi baisi bu ittifaq olubdur. Bu bəhsin içinə varid olmayan, çün müfəssəl məbhəsdir. Ve hər hal, əgər şahizə də olsa, gələk 100% ətrafında alahi nişanələr də ola. Hindi keç yox pillə məbhəsinə, məbhəsə dəfinə ya bidə pillələri mühüm və ərzişmənd olacaqlar ki, tedadları fərd ola, məsələn 3, 5 və 7. Əgər eyni bu təsvirimiz təkin, pillələri müşahidə ilə söz ki, tedadları fərdidir və mühümtərin məsələ odur ki, əgər pillə daşın üstündən başlana və səxrənin bir qismətində qutara, yəni daşın aşağısının ancaq idaməsi olmasa, o pillə tətfin pilləsi olacaq və bir dənə fövqəladə ərzişmənd məqbəriyə işarə eləyəcək ki, əgər mühit səxrəyi olsa, imkanı çox olacaq ki, məqbərə qurdaxma halətində ola. Fərqi yoxdur pillə aşağıdan üstə ola, ya üstdən altı ola və hətta məsələn səxrənin vəsətindən başlana. Mühüm odur ki, bu növ pillələr ubur-murur pilləsi deyirmişlər, bəlkə ərz elədiyim təkin tətfin pilləsidir. Əgər pillə səxrənin üstündən başlansa və yarıda qutarsa, məqbərə pillənin aşağısında və əgər pillə səxrənin altından başlansa və yuxarıya sarı yarıda qutarsa, məqbərə səxrənin və pillənin üst qismətində olacaq. Bu nümunə pilləmizdə tedadi fərdidir və 3 dənədir. Səxrənin yuxarısından başlanıb və üzü aşağıya sarıdır ki, tətfin pilləsidir. Və behtərin nöqtə məqbərə girişinə bu nöqtə olacaq ki, sənçindir. Bu nümunə pilləmiz altdan üstədir və tedadi 5 dənədir. Qurdaxma pillənin üst qismətində olacaq. Bu pillələr qədimkilərin etiqadında beunvanı poletinvətdir və izətlərin rizayəti və xoşnud olmağı üçün bir hediyədə təqdim olunmuşmuş ki, pillələrin alt qismətində gizlədilmişmiş. Bu ənval götürülüb və boş məhvəzəsi qabil röyətdir. Bu nümunəmizdə bir niyayişgahdır. Bu təraşxordə və çola yer məxsus onun üçün təraşlanıymış ki, burada ayini məzhəbi mərasimlərin əncam verələr. Məsələn, burada şəm və ot yandıralar. Bir adam sifəti də içəri qismətdə tərrahi olunubdur. Səxrənin bu quşəsində pillələr təraşlanıb
Bu cür mühitlərdə gələk casaz və qurdəxmə dalayacaq olayın. Bu daşımız da bir yekə balıq numadıdır. Balıq suda yaşayan və mufid heyvanların birindəndir ki, qədim zaman mordə sitayiş və müqəddəs imiş və İranda İzədə Anahitya mənsub veriləymiş. Balıq olan yerdə 100% qurdəxmə və dəfinə də olar. Balığın quyruğu və baxar tərəfi məsiri görsədər və əgər bu məsirlərdə tökülmə təpə olsa, bir ərzişmənd məqbərə ki, ehtimalən xanım məqbərəsi ola, o təpənin içində tərrahi olunar. Buradakı coğan təfsir və rəmz qoşayı isləmək, çün növ çiydəman və sənçinindən müşəxxəsdir ki, məzar dik coğanın altındadır. Hər yerdə hərəmi daş müşahidə elə söz, tətvin yaduza düşsün. Bu növ daş fəqət tətvinə işarə eləyər və bir tək qəbrə ya ümumi qəbristana işarə eləyər. İmkanı vardı ki, eyni bu mövridimizdəkin hərəmi daşlar bir dənədən çox olalar. Hərəm nişanəyi uruc və tərəqqi və həmçinin nişanəyi ot və ayin-i zərdoştudur. İt numadı çox dər döranə əşqanidə cürranəymiş və itin məram və mərifətinə görə به عنوان نگهبان و محافظ مقبره و دفینه انتخاب olunaymış. O yerləri ki, orada it nomadı müşahidə ediyor, çox dər əşqani qəbristan olay. Əgər bu nomad səxrəyi mühitlərdə gəlsə, dəfinə plombuna işarə eləyər. Həmişə baxar tərəfi ovlaviyyətdə olar. Buradakı şiar və qabağındakı coğan bir məxsənə işarə eləyir. Həmişə səy eləyərik şiarın rastasında və uzunluğunda hərəkət eləyəyin. Şiarın rastasında coğan təraşlanıbdır və caygahə coğana baxanda görüyoruz ki, coğan daşın dik quşəsində gəlibdir və düz şiarın və coğanın cəhətində neçə dənə qurulma daş vardır ki, hədəf daşların altında olacaq. Bu təsvirdə 3 dənə yan-yana təxtəsəng müşahidə ediyor. Bu daşların qırağında 2 dənə coğan müşahidə ediyor. Əgər coğanlar olmasaydı, ehtimal verərdik ki, bu məhvədə mədənə səng ola. Vəli coğanların olmağı bəlləndirək ki, bu daşlar məzarın səqfinin daşlarıdır. Təxtə daşların ətrafında gerd qurulma daşlar bu sözü təyid elək. Vaxtı 2 dənə coğanı gerd bir daşın üstündə gələlər ki, əndazələri bir ola, bir dənə məzara işarə eləyərlər. Pəs bu 2 dənə coğan bir dənə məzara işarə eləyirlər ki, məzarın səqfin 3 dənə təxtə sənginən puşeş veriblər. Cinədə gələn videoda görüşərik. Ya həq!